yemek formalaşıbsa, biz de 50 yıl sonra, 30 yıl sonra, 100 yıl sonra, bizden sonra biz olmasaq da insanların şurasında formalaşdırmalıyıq ki, onlar bu sinki alsınlar. İndi müxtəlif ölkələrə getdikdə müəyyən mağazalar, müəyyən sistemlər var ki, necə ki biz gedib bizə lazım olan çörəyi, meyvəni, əti, südü, çayı, qəndi alırıqsa, eləcə insanlar gedir, onlara lazım olan sinki, omeganı, kalsiyumu, çayı alırlar. Bu deməkdir ki, artıq onlar bizdən yarım əsr öndədirlər. Biz indi başlamalıyıq ki, biz də yarım əsr sonra öz övladlarımız üçün, bizdən sonra gələn nəsillər üçün bu fikri formalaşdıraq. Bunun üçün ilk başda nə dayanır? Bizim işimizə olan hörmətimiz. Hörmətin arxa fonunda çox şey dayanır. Birincisi dəyər. Kimsə istəyərmi ki, insan onu pis təqdim eləsin? Onu mənfi fikirlərlə yadda saxlasın və yaxud da mənfi fikirlərlə onun haqqında təbliğ etsin. Bunu heç kim istəməz şəxs olaraq, düzdürmü? Bu dəyərin arxasında da durur ki, biz də işimizi o qədər dəyərli təbliğ və təmsil etməliyik ki, insanlar bir dəyərin necə formalaşdığının fərqinə baxmalıdır. Onda heç kim sizə deyə bilməz ki, əşi, sənin məhsulun nədir? Əşi, firmada işləyirsən. Əşi, mən onun haqqında məlumatım var. Bu əşiləri yığışdırmağınız üçün birinci biz insanların düşüncələrində bir dəyər formalaşdırmalıyıq. Bu dəyər birinci sizin kimliyinizlə formalaşır. Ondan sonra sizin təqdim etdiyiniz məhsul, brend, bilet, təlim, tədrislə yekunlaşa bilir. Artıq biz arxa fonda dayanan bir məhsulu gözəl təqdim etməyimiz üçün bu məhsul nə üçün mənə lazımdır tam bilməliyik. Bir sink uşaqdan böyüyə hər kəsə lazımdır. Niyə? Sual verir. Niyə? İmmuniteti yüksəldilmək üçün, dəmir çatışmazlığının tələbatını ödəmək üçün, saç tökülməsinin qarşısını almaq üçün, dırnaq qırılmasının qarşısını almaq üçün. Biz nələr hal-hazırda biz nələr deyilik? İnsanın lazım olan tələbatını aşkar edirik. Aşkar eləmirik. Biz insanın gözünə salırıq ki, səndə bu problem var. Bunu deyəndə nə yaranır? İnsan bizdən qaçır. Heç kim öz problemini görmək istəmir. Gör, mən bilmirəm ki, saçım tökülürsə məndə nəyisə çatışmır. Gör, mən bilmirəm ki, gözümdə torlanma varsa məndə nəyisə çatışmır. Mənim bildiyimi sən mənə deyəndə, mən artıq sənin məndə olan zəif tərəfini